açılışı üçün sözü kəndimizin Büzov kəndinin icra nümayəndəsinə veririk. Salamlayıram hər kəsi, hörmətli tədbir iştirakçıları, hörmətli cəmaatı, hörmətli abi qardaşım, Ərzə bacı, hörmətli səyahımızın iştirak edir. Çox sağ olun, Allah hamımızın kömək olsun. Mən ilk öncə xahiş edirəm şəhidlərimizin ruhuna bir dəqiqəli şükürlər. Allah rəhmət etsin şəhidlərimizə. Bugünkü tədbirdə burayı olmaqda anlayardığım ki, Əbdüzada Toğrul Habiloğlu'nun 2006-cı ildə Yılan'da, yəni Türk döyüşlərində şəhid olmuş Aksırlarla birgənə bizim şəhidimiz ki, o da Aksırlar kəndindən Əbdüzada Toğrul Habiloğlu. Yəni, bu biz üçün bir fəxrdir, ata üçün, onun üçün böyük bir fəxrdir. Nə qədər ağır olsa da, çətin olsa da, bu bir fəxrdir ki, oğul, yəni ki, vətən uğrunda qəhrəmancasına şəhid olur. Yəni ki, hamıya məlumdur, 94-cü ildə işgəc edən olundu. Ondan sonra tarihimiz haqqında danışacaq, biz çox dərinə getməyək. Yəni, ateşkəslər müəyyən müddətdə də pozulurdu, şəhidlərimiz də olur. Amma 2016-cı ildə ateşkəs aprel ayının 1-dən 2-nə keçən ildə ateşkəsi erməni məğrurları, faşistlər deyək, pozdular və bizim torpaqlarımıza yenidən cuma keçdilər. Bizim ordumuz onlara cavab olaraq başda ağlı başkanlıqlar olmaqla yumruq üçün birləşib 4 gün müddətində onlara öz dərsini verdilər. Yəni, bu dərs elə belə bir dərs deyildi, bu qələbənin təməlidir. Mənə elə gəlir ki, qələbənin təməlidir. Yəni, qələbəyə gedən bir yol açdı bizim aprel şəhidləri. Yəni, bu günləri Toğrul haqqında danışmaq doğrudan da nə qədər asan olsa, o qədər çətindir. Ondan canımızdır, ciyərimizdir, ürəyimizdir, həmin nəvəsdir, hər iki tərəfdən. Amma nə qədər acı olsa da, həqiqətən, yəni ki, bugünkü gündən biz barışmalıyıq ki, bu bir ciddidir. Yəni, bu günləri doğrudan da abi, sən, Ərzə bacı, siz fəxr eləməlisiniz ki, belə bir oğul böyüdü, başı ərsiyə yetirdi və vətən uğrunda canını şəhid edirdi. Vətən torpaqlar uğrunda canından keçdi. Yəni, bu gün tanınmazdır ki, biz burada oturmuşuq, tədbirlərdə iştirak edirik, xeyir işlərdə, şər işlərdə, hamısında iştirak edirik. Biz bu işlərin hamısını şəhidlərə borcluyuq. Yəni, şəhidlər qanundan, bizdən öz qanundan, canından keçdi və torpaqlarımızı azad edildi. Yəni, bu günləri yenə də biz bir şeylə fəxr edirik, nə yaxşı ki, yenə bizim o torpaqlar azad oldu. Yəni, igid oğlanlarımız başda Ağbaş komandan olmaqla İlham Əliyevin sərəncamı ilə 2020-ci ildə sentyabrda başlayan 2-ci Qarabağ Savaşında 44 gün müddətində bizim o torpaqlar azad olundu. Heç olmasa bizim bu şəhid valideynlərə o bir təsəlli ki, bizim uşaqlarımız şəhid olduğu, qan axtığı yerlər erməni mənfələrinin əlində bizim öz, yəni Azərbaycan torpaqlarının səhətləri bizim əlimizdədir. Mən yenə də abi, Ərzə bacı, sizin qarşınızda baş əyirəm, sizin timsalınızda bütün şəhid ailələrinin qarşısında baş əyirəm. Allah sizə səbir versin, Allahdan sizə səbir diləyirəm, gözüm diləyirəm. Yenə də fəxr eləməli ki, siz Toğrul kimi oğul böyüdüb ərsiyə çatdırın. Çox sağ olun, minnətlərə bu diqqətlə gedir. Çox sağ olun. Aprel döyüşləri Cənab Prezidentimizin qeyd etdiyi kimi Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılır. Aprel döyüşləri zəfərə gedən yolun başlanğıcı olur. Bəli, bu yolda bizim də payımız var. Bizim evin tək oğlu olduğu kimi Aksumuzda, kəndimizin də
tək aprel şəhərdə oldu. Artıq 10 ildir Toğruldan biz ayrılmış olduq. Amma mənə elə gəlir ki, 10 ildir uzaqlaşıram, bu tərəfdən 10 il yaxınlaşmışam Toğrulda. Aprel döyüşləri olmasaydı, bəlkə bu günləri hələ də bizim torpaqlarımız işğal altındaydı. Döyüş gedə-gedə həm döyüş aparırdılar, həm kəşfiyyat edirdilər. Düşmənin gücün öyrənirdilər ki, görə düşmən nəyə qadirdir. Düşmən neçə il yığdığı o keçilməz Ohanyan səhvini bizim uşaqlar 35 dəqiqəyə keçdilər. Keçdilər və ən strateji yüksəklikləri əldə etdilər. O yüksəkliklər ki, 44 günlük vətən müharibəsinə zəmanət verdi. Yəni o yüksəklikləri aldılar ki, o yüksəkliklər sayəsində bax, bugünkü qələbəni qazandılar bizim igidlərimiz. Mənim üçün danışmaq çox çətindir. Bəhul müəllim bəyə deyir, siz danışa bilmirsiniz, indi görün mən nə əziyyət çəkirəm danışmaq üçün. Bir evladın, bir oğlun yoxluğundan ata necə danışa bilər? Təsəvvür edin, yəni bir saniyəlik özünüzü qoyun bizim yerimizə ki, biz necə yaşayırıq bu 10 ili. Bizi yaşadan bax bu tədbirlər, bax bu gələnlər, gedənlər, Allah hamıdan razı olsun. Bir nəfər dünyadan köçəndə deyirlər ki, yaxşı adam idi, sağlığında qiymət verir insanlara. Amma şəhidlərimiz yeganə varlıqdır ki, onlara yoxluğunda qiymət istəyirlər. Yəni, onlar yoxdurlar, amma qiymət istəyirlər ki, onlara dəyər verilsin. Çox sağ olun ki, bu günləri tədbir təşkil eləmişsiniz. Yəni, öz kəndimizin cəmaatı ilə bir yerdə. Rayonda olub böyük tədbir keçirildi ayın içində. Bütün rayon ictimaiyyəti oradaydı. Baxıram mən sosial şəbəkələrdə, aprel ayı girəndən ümumiyyətlə bütün respublikada demək olar ki, bəlkə də elə ən axırıncı biz edirik tədbir. Bizim bu kətlərimizdə aprel şəhidi bir dənə bizim kətlərimizdə, amma biz ən axırıncı edirik tədbir. Ləngəvizdən üzü belə hamısı tədbirlərini edirlər. Baxıram mən Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, bütün nazirliklər hamısı tədbir keçirdilər. Sağ olsunlar ki, unutmurlar, unutturmurlar. Allah hamımızdan razı olsun. Allah cəm şəhidlərimizin yerini cənnət eləsin. Diqqətinizə görə minnətdarım. Çox sağ olun. Tədbir iştirakçılarını və onun təşkilatçıları, başda Südabə xanım olmaqla hamısını salamlayıram. Mənim üçün bu gün danışmaq həm qürurludur, həm çətindir. Qürurludur ona görə ki, bizim torpaqlarımız azaddır. Biz azad bir dövlətdə yaşayırıq, azad bir ölkədə yaşayırıq. Bizim gələcək fidan balalarımız azad, suveren bir dövlətdə yaşayacaqlar, öz həyatlarını, öz gələcəklərini quracaqlar. Qürurludur ona görə. Amma kədərlidir ona görə ki, bizim evimizin çırağı sönüb. Həyatımız məhv olub. Dünyamız dağılıb. Ona görə kədərlidir. Aprel döyüşləri. Aprel döyüşləri 94 ailəyə böyük zərbə vurdu. Onların içində bizim də payımız oldu. Aprel döyüşləri 2020-ci ildə 44 günlük müharibənin, qələbəmizin açarı oldu. Hamıya məlum olduğu kimi bir qapı açılmasa o sahəyə, o məkana heç kəs daxil ola bilməz. Aprel döyüşləri o qələbənin, o zəfərin qapısını açdılar. Bunu heç bir kəs, Azərbaycan vətəndaşı olan bir kəs unutmalı deyil. Hamı bildiyi kimi, hamı eşitdiyi kimi Toğrul bütün döyüşlərdə qəhrəmancasına döyüşür. Yəni bir ana kimi mənim üçün
demək çətindir, amma bu belədir. 10 ildir bunu dövlətimiz, komandanlıq, hamı gəlir bizə elə söhbət edir ki, Toğrul bütün döyüşlərdə öndə gedən olub, heç bir döyüşdən qorxmayıb, ölümün gözünə dik baxıb həmişə. Bu mənə böyük bir qürur verir ki, mən belə bir oğul böyüdmüşəm. Ona həmişə düz yolu göstərmişəm, bir ana kimi, bir ata kimi. Atasından da çox mən həmişə ona düz yol göstərmişəm. Demişəm, Toğrul, öndə get, komandanlığın üzünə ağ olma. İşində məsuliyyətli ol. Həmişə mən ona elə tapşırmışdım. O da bütün işləri mən tapşırdığım kimi elədi. Nəticəsi də belə. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin, məqamlarını uca eləsin. Bizi bu tədbirlər, bu insanlar, bu kənd cəmaatı neçə ildir, 10 ildir. Bu il onların aprel döyüşlərinin 10 illiyi tamam olur. Buna görə də hörmətli cənab prezidentimiz, Ali Baş Komandanımız çox böyük sərəncamlar verib, böyük tədbirlər keçirdir, sağ olsun. Buna görə mən prezidentimizə təşəkkür edirəm. Ki, prezident qoymur unudulmağa, yaddan çıxmağa. Biz əgər aprel döyüşlərini unutsuq, aprel zəfərini unutsuq, deməli 44 günlük müharibəyə unutmuş oluruq. Aprel döyüşləri, o 94 şəhid bu müharibənin, bu qələbənin təməlçisi olublar, betonu olublar. Möhkəm töküblər o betonu, o təməli möhkəm qoyublar ki, biz o 44 gün müharibədə qalib gəldik, zəfər saldıq. Bizim gözəl, böyük oğlanlarımız şəhid oldular. Bəlkə də onlar yaşasaydı Azərbaycanı qat yüksəklərə qalxızardılar, öz siyasətləri ilə, öz döyüşləri ilə, öz hərəkətləri ilə, yaşam tərzləri ilə. Amma onlar döyüşdə öz canlarını qurban verdilər ki, bugün biz yaşayaq. Bugünkü bu firavan günə görə şəxsən mən özüm aldığım nəfəsə görə öz balama, cəmi şəhidlərimizə borcluyam. Ona görə də Allah bütün şəhid analarına, atalarına səbir versin. Bu 10 ildə biz dirəşmişik, yaşamamışıq, sürünmüşük, yaşamaq demək olmaz ona. Amma Toğrulun adına görə biz sürünmüşük, məcburiyyətdən ki, onun adını unutulmağa qoymayaq, unutmayaq. Çünki ana yoxdursa, ata yoxdursa bugün, şəhid yaşamaz, onun adı yaşamaz, unudular. Ona görə də şəxsən mən öz adıma deyirəm, mən dirəşirəm. Mən canımın bütün ağrıları kənara qoyub dirəşirəm. Yaşamaq istəyirəm. Həyatımı biraz uzatmaq istəyirəm ki, Toğrulu unutmağa qoymayayım. Mən balaca Toğrulum böyüyüncə, mən onun unutulmağına yol verməyim, qoymayayım. Ona görə də məcburiyyətdən biz yaşamalıyıq, sürünməliyik. Bəlkə də kənardan baxanlar deyir ki, bunlar yaşayırlar. Nə olub ki, həyatda yaşayırlar, davam edir, amma yaşamaq deyil. Bütün kənd cəmaatımız, insanlar hamısı bilirlər. Məzətdə olan analar çox gözəl başa düşürlər. Ona görə də məcbur olub sürünürük, yaşayırıq. Şəhidlərin adını unutmağa qoymaq lazımdır. Mən olmasam da, hafız olmasa da belə gözəl balaca balalar, belə qardaşlar, belə bacılar unutmasınlar, yaşasınlar. Çünki bizim gələcəyimiz bax bu uşaqların əlindədir. Bunlar Toğrul kimi, şəhidlərimiz kimi qəhrəman, igid, ürəkli, mərd böyüsələr, bizim dövlətimiz həmişə yaşayacaq. Azərbaycan xalqı həmişə var olacaq, yaşayacaq. Allah bir daha şəhidlərimizin hamısına, 92-dən, 91-dən üzü bəri olan şəhidlərimizin hamısının yerini cənnət eləsin. Amin. Kimin sağ varsa, dünyadan köçəni varsa, Allah onlara rəhmət eləsin. Sağlarına səbir versin, dolanacaq versin. Canlarına sağlıq versin. Allah hamımızın köməyi olsun. Bu tədbirə görə də Südabə xanım sizə, Borcumuzdur. qardaşıma, Seymur qardaşıma,
Hamınıza təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Şəhidlərimizin yeri bir daha Cənnət məkanları olsun. uzaq olsun, məqamları. Məkanları cənnət olsun. Amin. Sağ olun. Allah hamınızın köməyi olsun. Allah razı olsun. Xoş gördük. Əziz tədbir iştirakçıları, heyəti və şəhidimizin atası, anası, hər bizi xoş gördük. Habil əmi vurğuladığı kimi, aprel ayı başlayandan bəri bütün dövlət müəssisələrində, dövlət orqanlarında Azərbaycan tarixinə qızıl hərflərlə daxil olmuş bir hadisənin müxtəlif ictimaiyyət qarşısında və yaxud da məktəblərdə, dövlət orqanlarında tədbirlər keçirilir. Bu, hər bir Azərbaycanlı şəxsin bir vətəndaşlıq borcudur ki, aprel şəhidləri və digər Azərbaycan tarixinin müxtəlif dövrlərində torpağı üçün, canı üçün, milləti üçün, qanundan keçən hər bir şəxs üçün bu tədbir qeyd olunsun. Aprel şəhidləri Azərbaycan tarixində xüsusi önəm kəsb edən bir hadisədir. Bundan öncə biz məktəblərdə tarix müəllimləri dərsləri tədris edərkən 90-cı ildən bəri Azərbaycanda elə də bir şanlı səhifə açan hər hansısa bir döyüşü qeyd edə bilmirdi şagirdlərimizə. Amma şükür Allahın bu gündən ki, Azərbaycan məktəblərində tarix dərslərində aprel döyüşləri xüsusi qeyd olunur və buradakı hadisələr əhəmiyyətli şəkildə kəsb olunur. Aprel döyüşləri 2016-cı ilin 7-dən 2-nə keçən ildən başlayıb və aprel ayının 5-nə qədər davam etmişdir. Azərbaycan tarixində aprel döyüşləri, aprel müharibəsi və yaxud da 4 günlük müharibə kimi də qeyd olunur. Aprel döyüşləri necə başladı? 2016-cı ilin 1 aprel tarixində erməni silahlı hərbi qüvvələri yenə də Azərbaycanın təməz xəttində yerləşən yaşayış məntəqələrimizə müxtəlif odlu silahlarla öz ənənəvi missiyalarına, kafir missiyalarına uyaraq yenə də Azərbaycan xalqına qarşı terror hadisələrinə başladı. Təbii ki, Azərbaycan ordusu buna biganə yanaşa bilməzdi və Müdafiə Nazirinin əmrinə əsasən Azərbaycan silahlı qüvvələri düşmən təxribatının qarşısını almaq, mülki əhalini qırğınlardan qorunmaqdan ötürü ermənilərə cavab atəşi ilə əks hücuma keçdilər. Aprel döyüşləri nəticəsində Azərbaycan ordusundan düzdür, şəhid olanlarımız da var, amma Azərbaycan ordusundan qat-qat artıq zərbəni erməni ordusu aldı. Mənbələrin verdiyi məlumatlar əsasən 320-dən çox erməni əskəri və 500-dən çox da əskəri yaralanmışdır. Bunların içərisində yüksək rütbəli zabit, orta yüksək rütbəli zabitlər də mövcuddur. Aprel döyüşlərində Azərbaycan ordusu ən çox təhlükəyə məruz qalan Goranboy, Naftalan, Cəbrayıl, Tərtər, Füzuli kimi rayonların əhalisinin düşmən təxribatından qovuldu və 2020-ci ilin 44 günü vətən müharibəsində Azərbaycan ordusunun vətən torpaqlarının azad edilməsi üçün ən mühüm yüksəliklər olan Talış yüksəkliyin, Lələtəpə yüksəkliyin azad etmiş oldular. Qeyd edilək ki, Talış yüksəkliyi Goranboy və Naftalan rayonları düşmən təxribatından qarşısını almaq üçün mühüm əhəmiyyət kəsb edir. Lələtəpə yüksəkliyi də Tərtər və Cəbrayıl rayonlarının düşməndən azad edilməsində mühüm əhəmiyyət kəsb edən yüksəkliklərdən biridir. 44 gün vətən müharibəsi Azərbaycan ordusuna erməni üzərində qələbə qazanmasını sübut edən bir hadisə oldu. Yəni bizim ordumuzun sıralarında xidmət edən zabitlər, əskərlər və digər qoşun hissələri Ermənistanın gücünü sübut elədi ki, bəli, biz hər an Azərbaycan torpaqlarını azad etməyə hazırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, həmçində Toğrul şəhidimizə də rəhmət eləsin. Düzdür, mən Toğrul'la həmyaşıdan bizim aramızda cəmsi 2 yaş fərqimiz var. Mən Toğrul'u görməmişəm. Yəni, mən ona bir yoldaşdan düz tanışdığım oldu. Amma mən 2016-cı ildə Toğrul'un dəfnində iştirak eləmişəm. Çox təəssüflər olsun ki, mən bu şəxsi görməmişəm. Yəni, həyatımda təəssüf keçirdiyim məqamlar çox şey ola bilər. Təhsil həyatımla bağlı, şəxsi həyatımla bağlı. Amma bir tarix müəllimi olaraq, bu kənddə dərs deyən bir müəllim olaraq, şəxsən Toğrul üzrə tanımadığıma görə çox təəssüf edirəm ki, bu cür Toğrulu mən görməmişəm. Bizim bütün şəhidlərimiz Allah qatında ən yüksək dəyərgahdadır, cənnətdədir. Yəni, buna hamı əmin ola bilər və Toğrul bütün kənd cəmiyyətimizin, yəni biz ölkəmizin, ümumiyyətlə bütün Aksun, bütün Azərbaycan şəhidi, bizi ən çox ağırlıq Bəhruzan anamız üzrə düşür, Toğrul atam üzrə düşür, amma yenə də bizim şəhidimizdir. Və hər bir Azərbaycanlı olaraq biz şəhidlərimizi unutmamalıyıq.
daima onların məzarlarını yad etməliyik. Yəni bu Bizo kəndində ən müqəddəs ziyarətçi şəhid qəbirləridir. Yəni ən vacib məsələ budur. İnşallah ki, biz də Bizo məktəbi kollektivi aprel ayının 9-da şəhidimizin qəbri üzərinə gedəcək və indidən tədbirlərimizdə görmüşük. Kabirəm, Allah rəhmət eləsin, başı sağ olsun. Yəni, bunu nə qədər de sözlə ifadə eləmək çətin bir ağırdır. Amma yəni, fəxr olması atasız, fəxr olması anasız. Yəni, bütün ailələrə bu günlər sizi böyük bir fəxrlə biz misal göstərə bilirik ki, bütün ata-analar vasitə kimi olsunlar. Yəni, biz məktəbdə bunu təbliğ edirik, bunu deyirik uşaqlarımıza ki, vətənpərvərlik hər kəsdə ola bilməz, əslində olmalıdır. Amma bu insanların üzünə baxanda bilirsən ki, əsl vətənpərvər bir oğul kimi dünyaya gəlir. Aprel döyüşlərindən bir neçə gün əvvəl biz məktəblərdə mart soyqırımı hadisələrində keçdi və mən uşaqlara o dərsi izah edəndə Pirəmsal döyüşü barəsində məlumat verdim və uşaqlara dedim ki, bu kənd özü qəhrəmanlar bir kəndidir. 1918-ci ilin mart ayından başlayıb sentyabr ayına qədər davam edən erməni soyqırımı zamanı ermənilər Şamaxıda əhalini qırıb Kürdəmir istiqamətində hərəkət edərkən Bizo cəmaatı bax burada ermənilərin qabağına çıxır və burada məşhur bir döyüş var, Pirəmsal döyüşü. Biz tarix müəllimlərdə bəziləri bir iki dənə məlumat görməmişik, dəstələrə daxil eləsinlər bunu. Pirəmsal döyüşü olub. Yəni bu kənddə igid, vətənpərvər övladlar çox olub. Və müasir dövrün Bizo kəndinin igid qəhrəman oğlu məhz Fərzədə Toğrul Hadirovdur. Azərbaycan tarixində Koroğlu kimi, Babək kimi, Cavanşir kimi önəmli yer tutan müasir dövrün qəhrəman şəhdidir. İnşallah ki, Azərbaycan xalqı, hər bir Azərbaycan vətəndaşı bu şəhidi unutmaz, yəni unutmayacaq, mümkün də deyil unutsun və biz də əlimizdən gəldiyi qədər imkanımız daxilində həmişə onu anacaq, bu cürə tədbirlər keçirməklə. Allah rəhmət eləsin, habeləmə. Aprel ayında ermənilərin bu təxribatının qarşısını almaqdan ötürü Azərbaycan əskəri sürətli hücuma keçdi və yaranmış o mif var idi ki, Ohaniyan səhvli mifi Azərbaycan əskəri bir saatdan da az bir müddətdə, 35 dəqiqə ərzində o səhvli açdı və düşmənə sübut elədi ki, Azərbaycan əskəri bu günləri böyük qüvvəyə malikdir, gücə malikdir da artıq Azərbaycan əskəri 94-cü ilin əskəri deyil. Müasir silahlarla silahlanır, xüsusi taktiki gedişlər əldə edib. Bunun üçün 94-cü ildən bəri Azərbaycan Respublikasında Müdafiə Nazirliyində xüsusi işlər görülürdü. Dəfələrlə bizim əskərlərimiz Türkiyədə 20-dən çox təlim tədris mərkəzlərində təlim keçmişdilər. Türkiyə ilə bir yerdə təlimlər keçirdilər. Gəh Türkün əskərləri Azərbaycana gəlirdi, gəh Azərbaycan əskərləri Türkiyə gedirdi. Bax, bu xüsusi təyinatlılar içində Fərədzadə Toğrul olmaqla xüsusi təyinatlılar təlimə cəlb olunurdular və torpaqlarımızı azad etməkdən ötürü yollar seçilirdi. Taktiki gedişlər hesablanırdı, cızılırdı və bu hadisə aprel ayının birindən ikisinə keçən gecə həyata keçirildi və düşmənə əks hücum göstərildi. Və bundan sonra bizim ən mühüm strateji əhəmiyyətli toçkalarımız, nöqtələrimiz ələ keçirildi. Ən çox Gələtəpə yüksəkliyi, oradan birbaşa bizim Cəbrailə olan yolumuz açıldı. Sonra Bayınla Talış istiqamətində bir neçə postlar ələ keçirildi. 7 dənə post ələ keçirildi. O postların biri də Polat Həşimovun adı ilə bağlıdır. O postun 7 postun biri. İndi də bizim əskərlərimiz orada posta çıxanda, o sahəyə qorumağa çıxanda deyirlər ki, Polat Həşimovun postuna gedilir. Yəni bir istiqamətdən Polat Həşimovun dəstəsi, bir istiqamətdən Toğrulgilin dəstəsi həmin o hücumu həyata keçirdilər və hücum dayandırıldı. Yəni müəyyən bir ərazi əldə olundu və ondan sonra hamı heyrətə düşdü ki, və niyə görə narahatçılıq elədi? Mən də elə kətdəydim burada, çox adam elə Abıl qardaşla bir yerdə söhbət eləyəndə deyirdi ki, gərək bu hücum davam eləyirdi. Hücum davam eləyirdi əskərlərimiz düz Şuşayacan irəliləyirdi. Ancaq burada biz bilmədiyimiz çox məqamlar var idi. Yəni dövlət səviyyəsində olan bir işlər idi burada.
bu müharibənin qaydaları var. Birinci yoxlamaqdan ötürü, düşməni qorxuzmaqdan ötürü, yoxlamaqdan ötürü kəşfiyyat işləri görürlər. Hücum elədilər, yoxladılar ki, zəif yeri, düşmənin zəif yeri hansı tərəfdədir və bizim zəif işlərimiz nədir? Bunun hamısı hesablandı və sonradan aprel döyüşlərində müəyyən çatışmamazlıqlar hamısı 44 günlük Vətən müharibəsində aradan qaldırıldı və həmin şəhidlərin başladığı yol, aprel şəhidlərinin başladığı yol tadın düz Şuşayacan getdi. Yəni bizim şəhidlərimizin hamısı arzusu ondan ibarət idi. Fərədzadə Toğrulun da arzusu o idi ki, Azərbaycan bayrağı Şuşada dalğalansın, sonra Cəbrayılda dalğalansın, Qubadında dalğalansın və hətta mən Fərədzadə Toğrul məktəbə gələndə, o ilə söhbət edəndə onların arzusu İrəvanda dalğalandırmaq idi. Ya deyirdi ki, bizim planımızda elədir ki, bizim bu üçrəyli bayrağımız harada dalğalanacaq, düz İrəvanda o bina var ki, indi prezident oturan bina düz onun üstünə deyirdi ki, Azərbaycan bayrağının sancacaq. Yəni bizim planlarımız o idi. Və vaxtaşırı bunlar əks hücuma keçirdilər dövlət tərəfindən. Onda sakitlik idi. Heç kim fikirləşmirdi ki, müharibə gedir. Ancaq Toğrulgil, onların kəşfiyyat qüvvələri, kəşfiyyatçılar bir neçə dəstə arxada işləyirdilər. Düşməndən arxada işləyirdilər və lazımi məlumatları, o toskaları, nöqtələri Müdafiə Nazirinə verirdilər. Kəşfiyyat idarəsi orada araşdırırdı və aprel döyüşlərindən sonra 2-ci Qarabağ Savaşında həmin o nöqtələr, onların verdiyi koordinatlar hamısı işə yaradı və bizim əsgərlərimiz həmin o nöqtələri artilleriya ateşi ilə susturdular. Bəli, heç kim unudulmur, heç nə yaddan çıxmır. Şəhidlərimiz ölməyi ilə ölməzlik yaratdılar. Onlar öz canının bahasına, qanı bahasına bizim bugünkü həyatımızı bərpa elədilər. Fərədzadə Toğrul haqqında bugünkü tədbirimiz odur, ona aiddir, onun xatirəsində keçirdiyi tədbiri. Fərədzadə Toğrul, bəli, 1993-cü ildə Ağsuroyunun Bicor kəndində anadan olub, bir qəhrəman ailəsində, bir müəllim dediyi kimi, qəhrəman ailəsində anadan olub, ilk gündən müəllimlərin söylədiyinə görə, dediyinə görə nümunəvi şagird olub, özünü məktəbdə nümunəvi aparıb tədbirə, hərbi vətənpərvərlik tədbirlərində yaxından iştirak edib, hərbi müəllimin ən yaxın dostu olub və o istər orduda olduğu müddətdə, istər Bayrağın bir rəng, min şəhid qanı, bu vətən uğrunda verdilər canı, yaratdılar müstəqil Azərbaycanı, azadlıq yolunda mayak şəhidlər, əzizim günahsızlar, can verdi günahsızlar, bu dəhşədə, bu aha, minlərlə günahsızlar. Asta basın o torpağa, orada şəhid nəfəsi var. Qan qarışıb o palçığa, sönmüş şəhid həvəsi var. Qurban olum yavaş gəzin, o dağlarda, o daşlarda, qara şallı bir ananın dağ boyunca yarası var. Qurban olum ana torpaq, bərk qucaqla sən balanı. Güllə dəymiş şəhidimin, evdə körpə balası var. Yarsız qalmış gəlimin, ata deyən körpəsi var. Asta deyin, asta gülün, asta basın siqnalları. Bir ananın, bir atanın bala deyən nəfəsi var. 2025-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Toğrul Fərədzadə Vətən uğrunda medalı ilə təltif edilib. Xatirən yaşayar daim şəhidim, sən candan keçdin ki, el zəfər çalsın. Vətən üçün yaşadan və vətən üçün şəhadət şərbətini içsin. Siz torpağa deyil, ürəklərə bastırılmısınız. Bizim üçün vətən ürəkdən başlayır, şəhidliklə bitir. Bayraqları bayraq yapan üstündəki qandır. Torpaq, əgər uğrunda ölən varsa vətəndir. Məzarları ümumxalq ziyarətgahına, and yerimizə çevrilməli olan şəhidlərimizə bir daha uca Tanrıdan rəhmət diləyirik.